Hörmətli dinləyicilər, çəki korreksiyası kursuna xoş gəlmisiniz. Kursun məqsədi iştirakçılara çəkini artırmaq və ya azaltmaq prosesində qidalanma, metabolizm və davranış dəyişikliklərini elmi əsaslarla tətbiq etməyi öyrətməkdir. Kurs nutrisioloqlar və bu sahədə biliklərini artırmaq istəyən şəxslər üçün eyni zamanda sağlam qidalanma və aktiv həyat tərzinə marağı olan geniş dinləyici kütləsi üçün nəzərdə tutulmuşdur. Kurs video formatda təqdim olunur. Belə formatın üstün cəhəti istənilən vaxt, istənilən məkanda kurs materiallarına giriş etmə imkanı, proqram üzrə bütün video dərslərə müxtəlif cihazlardan giriş edərək öyrənmə imkanı, öz tempinə uyğun, qrafikına uyğun öyrənmə imkanları və yüklənə bilən materiallar və təqdimatlardır. Kurs sərbəst vaxt qrafiki olan, addım-addım öz tempində öyrənmək istəyən şəxslər üçün ideal seçimdir. Nəticədə siz kursun sonunda tam proqram üzrə biliklər əldə edəcək, praktik tapşırıqlarla bu nəzəri bilikləri möhkəmləndirəcək, yekun testi verərək QR kodlu sertifikat əldə edəcəksiniz. Kursun müəllifi mən, Faiq İsmailov, nutrisioloq, idman nutrisioloqu və anti-age mütəxəssisim. Sağlam qidalanma və nutrisiologiya sahəsində biliklərimi həm praktikada tətbiq edir, həm də Udemy platforması üzərindən tədris edərəm. Bundan əlavə Azərbaycan dilində bir neçə kursun müəllifiyəm və Zoom platforması üzərindən bu kursları tədris edirəm. Hazırladığım kurslar dünyanın 161 ölkəsində izlənilib və bu günə qədər 13.600-dən çox insan bu kurslardan faydalanıb. Bundan başqa nutrisiologiya ilə bağlı yazdığım 3 kitab müxtəlif onlayn platformalarda oxuculara təqdim olunur. Beləliklə, çəki korreksiyası kursu 6 moduldan ibarət bir kursdur. Birinci modulda biz çəki korreksiyası mütəxəssisi kimdir, rolu və vəzifələri, tələb olunan bilik və bacarıqları barəsində ətraflı danışacağıq. Növbəti modullarda bədən kütlə indeksi, ideal çəki, bədən quruluşu növləri, antropometrik ölçülərin götürülməsi, bədənin tərkibi, artıq çəki problemləri barəsində ətraflı nəzəri məlumatlarla zənginləşəcəyik. Daha sonra orqanizmin enerji tələbatı, enerji mübadiləsi barəsində danışaraq həyatın müxtəlif dövrlərində insanın qidalanma ehtiyacları barəsində nəzəri biliklər alacağıq. Həzm traktı və həzmin fiziologiyası ilə yaxından tanış olub, qidalanma, qida maddələri və qida məhsulları barəsində daha dərin elmi biliklər mənimsəyəcəyik. Sonda alınan bu nəzəri bilikləri praktikada tətbiq edərək, son sertifikasiya testindən sonra sertifikatla təltif olunacaq. Sizə yeni bilik və bacarıq əldə etməkdə uğurlar arzulayıram. Çox sağ olun.